Hörmətli dəyərli Dərələs TV izləyiciləri, bugün Qovuşuq tarixi kitabını Qovuşuq Fondunun İdarə Heyətinin Nəzarət Şurasının rəhbəri Hikmət müəllimə təqdim eləməyə gəlmişik. Və Hikmət müəllim sağ olsun Qovuşuq Fondunun İdarə Heyətinin Nəzarət Şurasının rəhbəridir və çox böyük əməyi var, çox böyük dəstəyi var. Və bu məsələdə Hikmət müəllim öz fikirlərini bildirəcək Qovuşuq tarixi kitabının çap olması ilə bağlı. Hikmət müəllim, Qovuşuq tarixi kitabı ilə bağlı sizin öz fikirlərinizi bilirik ki, siz də bu məsələdə böyük dəstək olmuşsunuz. Var olun. Ağsaqqallıqdan, böyüklükdən əski olmayın. Buyurun Hikmət müəllim. Bunu şəxsən sizə təqdim edirik. Çox böyük bir nailiyyətdir bu. İlk növbədə mən Vəli müəllimə, Ram müəllim sənə təşəkkür edirəm. Mən qısa bu kitabın yaranma tarixçəsi haqqında danışmaq istəyirəm. Bu kitab necə hər şeyə gəldi, necə oldu? Biz Qovuşuq ailəsini təsis eləyəndə müəyyən bir Qovuşuq ziyalıları orada 3-cü, 4-cü yığıncaqdan sonra belə bir məqsəd qoyduq ki, Qovuşuq kəndi haqqında bir kitab çap olunsun. O kitab Qovuşuğun tarixin, Qovuşuqdakı nəsilləri, Qovuşuqdakı tayfaları, Qovuşuqdakı insanları, ziyalıları və ümumiyyətlə bütün Qovuşuq ailəsini əhatə eləsin. Bunu biz idarə heyətində bir neçə dəfə müzakirə elədik. Hər öz təkliflərini verdi və bu kitabın hazırlanması kimə həvalə olunsun? Axır nöqtədə biz Vəli müəllim üstünə gəldik ki, bu işin öhdəsindən Vəli müəllim gələ bilər. Biz bu işi idarə heyəti Vəli müəllimə həvalə elədik və Ramin müəllim də Vəli müəllimə kömək olmaq üçün Ramin müəllimə də öz idarə heyəti adından tapşırıqlar da verdik. Vəli müəllimə dedik ki, bu kitab bütün Qovuşuğun hamısını əhatə eləməlidir. Hamısını, hər bir şey Qovuşuq haqqında real və düzgün olmalıdır. Vəli müəllim çox sağ olsun, bunun öhdəsindən gəldi. İdarə heyəti, hamısı kömək oldu. Ramin müəllim böyük kömək oldu. Axırı ki, bu kitab ərsəyə gəlib çatdı. 4 ay bundan qabaq Vəli müəllimlə bir söhbətimiz oldu. Vəli müəllim dedi ki, idarə heyətinə də məlumat verdi ki, bu kitab artıq hazırdır. Bu kitabın çap forması yox, çap olunmamış, yığılmış adi bir formasını PDF forması bizə təqdim etdi. Biz idarə heyətində buna baxdıq yenidən və idarə heyətinin hamısı yetkinliklə qərar verdi ki, kitab çap olunsun. Ümumiyyətlə, idarə heyəti və Qovuşuq fondu bu kitabın çapında hər bir dəstəyini, maliyyə dəstəyini, mən onun hər bir şeyinə nəzarət eləmişəm ki, bu kitab həm üz qabığı, həm keyfiyyətli, həm də yaxşı bir kitab olmalıdır. Tarixi bir kitab olmalıdır, seçilən bir kitab olmalıdır. Vəli müəllim də sağ olsun, mətbəədə danışdı, biz yenidən müzakirə elədik və kitab çapa verildi. Həqiqətən də çox böyük, gözəl kitab çıxıb. Ram müəllim çox sağ ol. Çox sağ ol. Yaxşı kitab çıxıb. Mən ümumi kitabın tirajı haqqında demək istəyirəm. Və Qovuşuq ailəsinin hamısı məlumatda olsun ki, kitab böyük həcmdə çap olunub, böyük tirajda çap olunub. Qovuşuğun hər bir ailəsinə çatası kitabdır. Qovuşuğun Bakıda yeni formalaşan Qovuşuq ailələrinin, gənc ailələrin hamısına çatan kitabdır. Kimə lazım olsa, ellər var təzə formalaşıb, təzə ailələrdir. Hamısının ailə kitabı olmalıdır, stolüstü kitabı. Cavanlar bu kitabı oxumalıdırlar və öz nəsillərini, öz kəndlərini, öz keçmişlərini, öz tarixlərini bilməlidirlər. Böyük tirajdadır. Nə qədər kimə lazım olsa, Ramin müəllimə müraciət eləyə bilər. Ramin müəllim hamıya paylayacaq, dediyim kimi yeni ailələrə və o cümlədən Qovuşuğu istəyənlərə, Qovuşuqla maraqlananlara, Qovuşuğun ətrafındakı kəndlərdən ziyalılara da lazım olsa və Qərbi Azərbaycan icmasına və yaxud Qərbi Azərbaycan haqqında muzeylərə, Qərbi Azərbaycan haqqında olan kitabxanalara, Azərbaycanın mərkəzi kitabxanalarına bu kitab təqdim olunacaqdır. Və Qərbi Azərbaycanın özünün kitabxanası var Qərbi Azərbaycan haqqında bir neçə ədəd də
yəqin ki, biz bu kitabxanalara da verəcəyik ki, məlumat olsun. Rami müəllimdən də xahişim odur ki, istəyənlərə, maraqlananlara, qovşuq sevənlərin hamısına kitab təqdim oluna bilər. Kitab böyük tirajda çap olunubdur. İkincisi də Rami müəllim, çox sağ ol, gətirmisən kitabı mənə. Çox sağ ol. Mən kitabla tanış idim, hardasa 3-4 ay bundan qabaq. Amma bu nüsxəsində hələ məndə yox idi. Çox sağ ol, minnətdaram. Mənim iş yerimdə, öz kabinetimdə Dərə Ləyis haqqında bir güşə var. Dərə Ləyis haqqında bir güşə var. Orada 20-30 il bundan qabaq Dərə Ləyis haqqında çap olunan kitablar, Dərə Ləyisin biraz çıxmasın belə mənə Dərə Ləyis qəzetinin, Dərə Ləyislərin verdiyi nə bilim fəxri fərmanlar, kitablar, Dərə Ləyisdən yazarlar, Dərə Ləyisdən qələm tutanların hamısı orada cəmlənib. O cümlədən Dərə Ləyis şəhidlərinin böyük kitabı, onların şəkilləri Azərbaycanın bayrağı altında mənim kabinetimdə formalaşıb. Bu kitab orada ən birinci öndə seçilən bir kitab olacaq. Mən öz ora kitabxanama, öz o Dərə Ləyis güşəsinə, öz kabinetimdə onu əlavə eləyəcəm. Rami müəllimə bir xahişim var ki, əgər imkan olsa o kitabdan 2 dənə versin. 2 dənə versin. Biri ailə kitabı, biri də o Dərə Ləyis güşəsində olan kitab olsun. İnşallah bunu çox sağ olun. Vəli müəllimə minnətdarlıq eləyirəm. İdarə heyətinin üzvlərinə minnətdarlıq eləyirəm. Qovşuq cəmaatına minnətdarlıq eləyirəm ki, onların maliyyə dəstəyi cəhətdən bu kitab çap olunub. Onların fonda, ailəyə verdiyi dəstəklə bu kitab şəffaf maliyyə uyğun olaraq çap üzü görübdür. Rami müəllim, çox sağ ol, xoş gəlmişsən bizə. Mən bir daha qovşuq əlinə, qovşuq cəmaatına, kəndçilərimə, qohumlarıma, qonşularıma və qovşuqda onsuz da qohum olmayan yoxdur. Hamısına salam deyirəm. Yəqin ki, daha uğurlu kimlərin təklifi olacaqsa, nə təkliflərlə bağlı idarə heyətində o təkliflərə baxmağa biz həmişə hazırıq. Təşəkkür edirəm. Müəllim, sağ olun. Var olun, minnətdaram, sevə-sevə. 2 kitab. Bizim 2 kitab sizindir, təbiidir. Və Mahir müəllimə də, Nəsrullah müəllimə də şəxsən çatacaq. Onu da qeyd edim ki, Hikmət müəllim bizim dəyərli ziyalımız, həm də xeyriyyətçidir, həm çox böyük Dərə Ləyisdə bir çox adamlara dəstək olubdur. Çox adam bəzi hallarda bilmir. Ziyalılarımıza və tələbələrimizə və bir çox insanlar kim müraciət edibsə, qapısını döyübsə, Hikmət müəllim onu əli boş yola salmayıb. Var olsun, biz fəxr edirik ki, belə bizim dəyərli ziyalılarımız var. Həm də Qovşuq fondunun formalaşmasında Hikmət müəllimin böyük əməyi var və onun mexanizmasına çox böyük dəstək olub. Həm maliyyətçidir, həm bank müdürüdür, o bu sahələri daha yaxşı bilir. Bir çox tövsiyələrini veribdir. O baxımdan da Qovşuq ailəsi adından Hikmət müəllim sizə təşəkkür edirik. Minnətdarıq ki, sizin kimi bizim belə fəxr olunası ziyalılarımız var. Rami müəllim, sən də böyük əməyin var. Vəli müəllim yazıb, yaradıb, böyük sən yenə əziyyət çəksən, Vəli müəllimlə həmişə yanında olmuşsan, dəstək olmuşsan. Onu biz fondda da sənə dedik, idarə heyətində dedik ki, Ramin bunun ən böyük dəstəkçisi, paylayıcısı və ikinci bu kitaba işıq üzü verən, bu kitaba can verən adamlardan biri də sənsən. Çox sağ olun. Sağ olun. Sağ olun. Mən 2 kitabımı götürdüm. Sağ olun. Sağ ol. Bir hər bir qovşuqlu gələndə də mənim kabinetimdə bu kitabı görə bilər.